Herkese salam dostlar, kanalıma hoş gəlmisiniz. Bugün sizlerle birlikte tem bağlamalarımı atacağım. Deməli, şəkillərini burada yerləşdirəcəm bir-bir. Deməli, belə bir üzü sifariş eləmişəm. Baxın, bu formadadır. Daha sonra belə bir şah meran sifariş eləmişəm. Deməli, bu formada bağlayırıq əlimizə. Bu formada görsənir. Və həmçinin də kanalıma abunə olun ki, belə videolarımın davamı gəlsin. Yorum yazmağı və bəyənməyi də unutmayın. Daha sonra belə bir çanta sifariş eləmişəm. Burada hamısının şəkillərini göstərəcəm. Belə bir çantadır. Məncə material qiymətinə görə yəni çox münasib. 5 manata falan sifariş eləmişdim. Bu da ipidir. Məncə qiymətinə görə həm material olaraq da yaxşı, həm də qiymət olaraq da yəni yaxşı münasibdir. Belə bir makyaj çantası sifariş eləmişəm. Belədir. Deməli, yəni gözü də böyükdür. Qiymətinə görə də çox münasibdir. 4-5 manat olar. Bağlananda isə bu formada 4 bucaq formasında olur. Daha sonra isə belə bir çanta üçün, açar üçün burlokdur. Belə. Mən çantamı asacağım. Burada belə saç üçün aksesuarlar var. Saçımızda böyle taxırıq, belə hörəndə taxırıq. Klipslərdir. Daha sonra belə Hello Kitty'li burlokdur. Bunu da çantamdan asacağım. Ay, bunun minnoşluğuna bakın. Çok şirin. Daha sonra belə bir kartlıq sifariş eləmişəm. Rengi çox möhtəşəm bir renkdir. Yəni, iki tərəfli kartlıq gözlər var. Rengi də çox möhtəşəmdir. Daha sonra belə bir üçlü üzük setidir. Deməli, bir üzüyümüz belədir. Daha sonra bir üzüyümüz bu formadadır. Bir üzüyümüz də belə bu formadadır. Yəni qiymət olaraq, yəni görünüş olaraq da çox münasibdir. Qiymətinə görə də məncə yəni almağa dəyər. 3 manat civarında almışdım qiymətini. Daha sonra kabro sifariş eləmişəm. Bu formada şəffaf kabro çox qəşəngdir. Material olaraq qiymətinə yəni dəyir də, yəni qiymətinə dəyir. Material olaraq çox qəşəngdir. Daha sonra belə bir qolbaq sifariş eləmişdim. Baxın. Bu formadadır. Qəşəngdir. En son yani ən çox səbirsizliklə gözlədiyim kargolarımdan biri də bu çantam idi. Əslində bu çantanı sifariş edəndə biraz tərəddüd edirdim. Düşünürdüm ki, yəni şəkildə kimi gəlməyəcək falan. Yəni boyut olaraq da dedim, yəni balaca gələcək ölçü olaraq. Amma yəni qiymətinə görə çox qəşəngdir, çox möhtəşəmdir. Ən sevdiyim məhsullardan biri də budur. Bu çantamın üstünə burloklarımı falan asacağım. Çox qəşəng görsənəcək. Cibi əslində bir dənə cibi var, amma içi çox böyükdür. Yəni dünyanı belə sığdırmaq mümkündür. Dostlar, abunə olmağı unutmayın, yorum yazmağı, bəyənməyi də unutmayın. Və hər bir abunə olan hər bir kəsə, dəstək olan hər bir kəsə təşəkkürümü bildirirəm. Sağ olun, növbəti videolarda görüşənədək.